Ucqar nöqtələrdən gəlin danışım sizə, uşaqlar. Deməli, Avrasiya materiki ilə başlasaq, şimalda ucqar nöqtəsi Çelyuskindir və bura Taymır yarımadasıdır. Taymırda Çelyuskin, Çukot yarımadasında şərq ucqar nöqtəsi Dejnyov, cənubda Malakka yarımadasında cənub ucqar nöqtəsi Piyay burnudur. Qərbdə isə Kiçik Asiya yarımadasında Baba burnudur. Gördüyümüz kimi Avrasiya materikinin bütün ucqar nöqtələri yarımadalarda yerləşir. Deməli, bir də deyək, hansı yarımadalar? Burada Çukot, burada Taymır, burada Türkiyədə Kiçik Asiya yarımadası, burada isə Malakka yarımadası. Ölkə olaraq baxanda şimalı ilə şərqi Rusiyaya məxsusdur, görürük. Cənubu Malakka yarımadası Malayziya, qərbdə isə Baba burnu Türkiyəyə məxsus, Türkiyədə yerləşir, yəni. Gəlin bunların iqlim qurşaqlarına baxaq. Şimalda Çelyuskin Arktik iqlim qurşağındadır. Bura subarktikdədir, şərqi. Cənubi ekvatorial iqlim qurşağındadır. Qərbi isə subtropik iqlim. Təbii zona olaraq baxanda Arktikdə Arktik səhradır. Subarktikin təbii zonası burada tundradır. Ekvatorialınki də təbii ki, nə olacaq? Ekvatorial meşə. Cənubda da ki, bilirik, Türkiyə Aralıq dənizi iqlim tipindədir. Aralıq dənizi də subtropikindir və buradakı təbii zona coryarpaqdır, torpağı da qəhvəyi torpaqlar. Sonra baxaq Afrikaya. Afrikanın ucqar şimal nöqtəsi, deməli, yuxarıda, şimalda, deməli, Bensekkadır, Bensekka. Cənubda İynəburnu, şərqdə Rasxəfun, qərbdə Almadi burnudur. Baxın, bunun ümumiyyətlə ucqar nöqtələri çox asandır. Deməli, baxın, şimalı ilə cənubu ikisi də subtropik iqlim qurşağındadır. İkisi də subtropikin Aralıq dənizindədir. İkisi də subtropikin Aralıq dənizində coryarpaqlı həmişəyaşıl meşələr zonasında yerləşir. Şərqi ilə qərbi də ikisi birdir, yəni cüt-cütdür. Şərqi, deməli, subekvatorialdır, qərbi də hər ikisi subekvatorial iqlim qurşağının savanna təbii zonasında yerləşir. Deməli, necə oldu? Şimalı ilə cənubu Aralıq dənizinin coryarpağı, şərqi ilə qərbi savannanın, deməli, daha doğrusu subekvatorialın savannasındadır. Ölkə olaraq desək, şimalı Bensekka burnu Tunisdə yerləşir, şərqi Rasxəfun burnu Somalidə, İynəburnu Carda, Cənubi Afrika Respublikası, Almadi burnu isə Seneqala düşür. Və Afrika yeganə materikdir ki, 4 yarımkürədədir. Ona görə bunun ucqar nöqtələri də 4 yarımkürədə yerləşir. Avstraliyadan danışaq. Şimal ucqar nöqtəsi Yorkdur. Cənub-şərq, buna Southeast Point da yazılır bəzən xəritələrdə. Şərqdə Byron, qərbdə Steep Point-dır. Deməli, iqlim qurşağı olaraq baxsaq, şimalı subekvatorialdadır, cənubu subtropikin Aralıq dənizindədir. Şərqi tropikin dənizindədir, qərbi tropikin səhrasındadır. Tropik xətt keçir buradan, 23.5. Bilirik ki, cənub yarımkürəsində bütün materiklərin şərqi rütubətlidir, qərbi tropik. Ya tropikin səhrasıdır, ya subtropikin Aralıq dənizidir. Deməli, necə oldu? Yuxarıda subekvatorialın dəyişkən rütubətlisidir, burada da dəyişkən rütubətlidir. Həm şərqi, həm qərbi dəyişkən rütubətli meşə qurşağındadır. Cənubi isə deməli, bura subtropikin bərabər rütubətli tipidir. Bura yeganə yerdir ki, burada coryarpaqlı həmişəyaşıl meşələr var. Normalda coryarpaq ancaq Aralıq dəniz iqlim tipindədir, subtropikin Aralıq dənizində. Burada isə subtropikin, deməli, bərabər rütubətlisində də coryarpaq var. Deməli, Cənubi Amerika ilə Avstraliyanın qərbləri səhra təbii zonasındadır. Şərqi isə dəyişkən rütubət, şərqi ilə şimalda dəyişkən rütubət. Avstraliyanın ucqar nöqtələri iki yarımkürədə yerləşir, şimal və şərq yarımkürəsində. Cənubi Amerikaya baxsaq, deməli, Cənubi Amerikanın ucqar nöqtələri Qalinyas K-K-da, Kolumbiyada Qalinyas P-P-da, Peruda Parinyas, K-B-B-da, Braziliyada da Branco, yəni Cabo Branco, cənubda Froert. Deməli, şimalı subekvatorialdadır. Cənubu, deməli, burada mülayim iqlim qurşağıdır, qarışıq meşələr. Bura soyuq ərazidir, burada qarışıq meşələrdə enli yarpaq, iynə yarpaq. Dedik ki, Avstraliya ilə Afrikanın qərbi ikisi də tropikdədir. Yeganə iki dənə, deməli, ucqar nöqtədir ki, səhra təbii zonasındadır. Hansılar oldu? Avstraliya ilə Cənubi Amerikanın qərbi.
Braziliyanın bu tərəfi isə, şərqi isə dəyişkən rütubətlidir. Şimalda nə oldu? Subekvatorial. Subekvatorialın, daha doğrusu savannası. Aha, sonra baxaq nəyə? Ölkələrin bir də deyək, Kolumbiya, Peru, bura yerləşir deməli Çili, burada yerləşir Braziliya. Şimali Amerikaya baxsaq, Merçison M, ikisi də M-dır, şimalı da cənubu da. Merçison Mariato, deməli Merçison, bax, ümumiyyətlə Şimali Amerikanın da, Avrasiyanın da ucqar şimal nöqtələri Arktik iqlimin, Arktik səhra təbii zonasındadır. Sonra qərbi St. Charles şərqi, qərbi Uels şəhzadəsi, cənubu Mariato. Deməli, baxın, iki dənəsi də burada sağda, soluda subarktikin tundrasıdır. Cənubu da dəyişkən rütubətli meşələrdir. Bu da Panamaya düşür. Deməli, tundrada 4 dənə təbii zona saydıq tundrada. Daha doğrusu Avrasiyadakıları göstərmədik, Avropadakıları. Şimalda, belə deyək, Avrasiyada. Çukot yarımadasında, deməli, Dejniyov burnu. Sonra Skandinaviyanın üstündə Nordkin burnu, Avropanın şimal ucqar nöqtəsi. Bir də, deməli, burada Şimali Amerikanın ucqar şərqi ilə qərbi, ikisi də, hamısı dördü də yerləşir subarktikin tundrasında. Arktikdə isə 2 dənə ucqar nöqtənin adını çəkdik ki, Şimali Amerikada Merçison, Avrasiyada da ucqar şimal nöqtə Çelyuskin, Arktik səhradadır. Dəyişkəndə hansıların adını çəkdik? Şimali Amerikanın ucqar cənubunu dedik, sonra Cənubi Amerikanın ucqar şərqini dedik, dəyişkəndədir, Braziliyada olan. Avstraliyada 2 dənəsinin adını çəkdik, deməli, dəyişkəndə Yorkla Byron. Bunlar da dəyişkəndə olanlardır. Savannada hansıların adını çəkdik? Savannada dedik ki, baxın, Qalinyas burnu burada. Sonra Avstraliyada da var. Burada Cənubi Amerikada, Şimali Amerikada yoxdur. Avstraliyada da savannada yerləşən, daha doğrusu Afrikada 2 dənədir. Deməli, Rasxəfunla şərqdə, qərbdə Almaydı burunlarıdır. Bunlar da savannada yerləşən ucqar nöqtələrimiz oldu. Gəlin, Avropanı burada göstərim, orada yoxdur. Deməli, uşaqlar, Avropada yerləşənlər, baxın, burada Piriney yarımadasında 2 dənə ucqar nöqtə var. Avropanın qərb ucqar nöqtəsi, yəni Roka burnu. Bir də Avrasiyanın cənub ucqar nöqtəsi, Avropanın daha doğrusu. Burada Mərakeş burnu, Marakko yazılır xəritədə. Burada 2 dənəsi var. Avropanın ucqar şimalı Nordkin burnudur burada. Avropanın ucqar şərqi də Ural dağlarının ətəkləri götürülür Rusiyada. Deməli, şimalı hansı iqlim qurşağında oldu? Subarktikin tundrası. Bu ikisi isə subtropikin Aralıq dənizidir. Buradakı yenə də Rusiya tərəfdədir, mülayim iqlim qurşağının kontinentalıdır və ölkə olaraq baxsaq, Roka düşür burada Portuqaliyaya, Mərakeş burnu düşür burada İspaniyaya. Bir dənə ümumiləşdirək, gəlin, deməli, ümumiləşdirək. Arktik iqlim qurşağında 2 dənə ucqar nöqtənin adını çəkdik. Arktik iqlim qurşağında hansılar oldu? Şimalda Çelyuskin burnu ilə, burada şimalda Çelyuskin, biraz qalın götürüm xətti. Aha, bu tərəfdə isə dedik Merçison burnu. Tundrada 4 dənə ucqar nöqtə yerləşdi. Uels şəhzadəsi, St. Charles burada, burada Nordkin, o tərəfdə də Çukot, bir dəqiqə, Çukot yarımadasında Dejniyov burnu, deyir burada. 4 dənəsi subarktikdə, 2 dənəsi, bax bu ikisi Arktikdə yerləşdi dedik. Afrika ən asandır dedik. Deməli, sağı solu savannadır. Şimalı ilə cənubu da subtropikin Aralıq dənizidir dedik. Cənubi Amerikanın ucqar şimalı dedik savannadır. Şərqi Cabo Branco dəyişkən rütubətli dedik. Burada isə Parinyas Peruda səhra təbii zonası. Burada da bura savannada yerləşdi. Sonra Avstraliyadakılarda yuxarı ilə, şimalı ilə şərqi dəyişkən rütubətli dedik. Cənubu Aralıq dənizinin cod yarpağı, qərbi isə Steep Point-u səhrada yerləşdi. Bu qədər.